Allah Rəsulunu sevirəm deyənlər çoxdur, iddia edənlər çoxdur. Lakin demir yalancıdırlar. Lakin soruşanda ki, yaxşı, sevdiyin həyatından nəsə bilirsənmi? Cavab nə olacaq? Allahın rəhm etdiyi qullarından başqa görəsən ki, cavab acınacaqlıdır. Çoxlu ixlaqlar ona toxunmur. Səhih odur ki, nə vaxt atasını itirir? Hələ doğulmamışdan qabaq. Anasını nə vaxt itirir? 6 yaş. İnnelhamdülillah. Nəhməduhu və nəstə'inuhu və nəstəğfiruh və nə'udhu billahi min şururi anfusina və seyyiati amalina. Men yehdihillahu fela mudilla leh və men yudlil fela hadiya leh. Və əşhədu an la ilahe illallah vahdehu la şərikə leh və əşhədu enne Muhammeden abduhu və rasuluh. Allahumma salli və sellim və barik ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcma'in, əmmə ba'd. Deməli, əziz, dəyərli, gözəl, mehriban qardaşlarım, bugün yenə Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını oxumağa davam edirik. İkinci dərsdir. Allahdan istəyirəm ki, Allah bizi xeyrə müvəffəq eləsin. Bu dərs axıra kimi oxumağı, bu mübarək insanın həyatını öyrənməyi, o həyatına tanış olmağı bizə nəsib eləsin. Həqiqətən insan tanıdığını daha çox sevir. Nə qədər çox tanıyacaqsansa, o qədər çox sevəcəksən. Sevmə istədiklərinin arasında. İnsan Allahı çox tanıyarsa, Allahı daha çox sevər. Allahı daha çox ümid bəsləyər, onunla görüşməyə, şövqü daha çox artar. Allahdan daha çox qorxar. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləmi əgər yaxşı tanısaq, ona olan məhəbbətimiz artacaq. Ona oxşamağa həris olacaq. Onun yolunu getməyə həris olacaq. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını öyrənmək bizə bu şeydə yardım edir. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsini yaşamağa bizə yardım edir. Ona görə bu dərslərə həris olmaq lazımdır. Bu dərsləri yaxşı dinləmək lazım. Lazım onda qeydiyyat aparmaq lazımdır. Və insanı da məyus edən hallardan biri də odur ki, görürsən, bəzi dərslərə maraq daha çox nəinki, bax bu cür dərslərə. Söhbət kimin keçməyindən gelmir. Görürsən ki, misal tövhidlə bağlı dərslərdir. Düzdürmü, qardaşım? Hansı ki, insanın həyatı, xoşbəxtliyi bu dünyada axirətində nasıldır? Tövhiddə nasıldır? Görürsən, tövhid dərslərinə maraq azdır. Amma başqa məsələdən danış, baxış sayı artacaq. İnsan daha çox maraq göstərir. Dərslər biz YouTube-a qoyulur da, orada baxış sayı və s. var. Biz ona həris deyil, lakin biz o şeylərə baxanda insanların nəyə çox maraq göstərdiyini bilirik. O statistikadır. İnsanlar nəyə çox maraq göstərir. O YouTube-da baxış sayıları var, bəyənmələr var. Ona nədir? O statistik göstəricidir. Görə insanlar nəyə çox maraq göstərir. Qardaşlar tövhiddən dərs keçəndə və ya başqa mövzulardan keçəndə fiqdən zaddan faydalı, hansı sənə lazım olan şeydir bu həyatında. Görürsən ki, baxış sayı azdır. Amma adi bir dənə məsələ olsun, bir moizə olsun, bir nəsihət olsun, və ya bir ixtilaflı məsələni danış və öz həyatından danış, görəcəksən ki, baxış sayı minlərlə daha çox ötüb keçir. Amma çox təsir olsun, belə dərslərə görürsən insanların maraq azdır. Bu da onu göstərir ki, hələ nəyi özlərinə fayda oldu, hələ bəzi insanı dərk eləmirlər. Vallahi, yəni bu acınacaqlı halda, ona görə həris olmaq lazımdır. Bax, bu cür dərslərə qulaq asmaq, baxmaq, qeydiyyat aparmaq, ona hamı həris olmaq. İstər tövhid dərsləri olsun, istər fiqh dərsləri olsun, silsiləli dərslər, hansı ki, sənə elm verir, faydalı elm. Silsiləli dərslər, elmin əsas hamısı bundan başlayır. Sənə üsulları verir. Hər şeyin əslini öyrədir. Amma moizə nəsihət hər yerə işlə bilərsən. Amma bu cür dərslər, silsiləli dərslər sən hər yerə tapa bilməzsən. Ona görə belə dərslərə həris olmaq lazımdır. Deməli, əziz qardaşlarım, keçən dərsdən keçdik. Qısa xatırladaq, müxtəsər olaraq. Peyğəmbər sallallahu aleyhi və səlləm doğum tarixini. Dedik ki, nə vaxt doğulub? Günlər, həftənin günlərində. Birinci gün ittifaqlandır. Aylardan Rabil Avval'da ittifaqdır. İldə, hansı ildədir? Fil hadisəsi başı ildə. Fil hadisəsi başı il. O illər deyirlər, fil il deyirlər. O hadisən bağlı. Lakin hansı ildə olduğunda indi belə tam dəqiq bir şey yoxdur. 570 də miladən deyilir. 571 də deyilir. Ən bir halda deyilir ki, fil hadisəsi baş verən ildə Allah Rəsulü dünyaya gəlib. Sonra dedik ki, bu ittifaqla olan şeylərdir. Bəzi məsələdə ixtilaf var. Ayın neçəsi və ona toxunmur. Orada ixtilaf var. Peyğəmbər sallallahu aleyhi və səlləm atası dünyasını dəyişəndə Allah Rəsulü anasının bəhtində idi. Səhih görüş budur. Atasının 25 yaşı var idi. Abdullahın 25 yaşı var idi. Daha sonra götürdük ki, anasının 6 yaş olanda. Sonra kimin himayəsindən keçir? Babasını. Babasını nə vaxt itirir? 8 yaş. Ondan sonra kimin himayəsindən keçir? Əmisi Abu Talibin himayəsindən keçir. İndi bugünkü dərsimiz Peyğəmbər sallallahu aleyhi və səlləmin bir məsələyə toxunacaq, bir neçə məsələyə. Bugünkü dərsimizdə nədən danışacaq? Peyğəmbər sallallahu aleyhi və səlləmin səhrada, çöllükdə keçirdiyi həyatdan qısa toxunacaq. Buna dilə ərəbdə bədiyə. Yəni, ərəblərdə belə bir adət var idi. Körpə uşaqları çöllüyə, səhraya göndərərdilər. Oranın ab-havasını öyrəşməkləri üçün. Bədənləri güclü qüvvətli olsun deyə. Ərəb din ləhcəsini
gözəl götürsünlər deyə, şəhər atmosferindən çıxsınlar deyə. Çünki şəhərdə bilirsiniz, səs-küy çox olur, biraz cahiliyyət daha çoxdur, həm ab-havası yaxşı deyil. Düzdürmü? Fuhuş işlər də çox olur, amma çöllükdə, səhralıqda yenə cahillik olsa da, lakin şəhərə nisbətdə biraz nədir? Az idi. Və həmçinin insanlar güclü qüvvətli böyür. Körpəkdən uşağı elə böyüdürlər ki, güclü qüvvətli olsun, gələcəkdə müstəqil həyat yaşayanda məşəqqətlərə, çətinliklərə dözə bilsin, bədəni güclü qüvvətli böyüsün. Bu real həyatda da belədir. Kənd uşaqlarıyla şəhər uşaqlarını görsən, fərqi var. Fərqlənir. Və beləcə ərəblərdə belə bir adət var idi. Öz uşaqlarını körpəlikdən səhraya göndərərdilər. Bədəbəli ərəblərin yaşadığı yerlərə. Orada da süd verən qadınlar olurdu. Bunlara süd verirdilər. Bu körpədir, bu südə ehtiyacı var. Süd verən qadınlar bunları götürüb himayə edirdilər. Nəyisə müqabilində? Malın, qoyun, quzu, nəyisə müqabilində bu uşaqlara baxardılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, bəli, mikrofonu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm digər Məkkə uşaqları kimi o da bədəvi qadınların, yəni səhrada yaşayan qadının himayəsindən keçir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm kim götürür himayəyə? Kim əmizdirir? Həlimə Əs-Sə'diyyə. Həlimə bint Zəib Əs-Sə'diyyə qissəni nəql edir. Qissə deməli gəlir, İbn İshaqın rivayətində gəlir. O da sir alimlərindəndir, mütəqəddimlərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləmin, yəni o qadın tərəfindən himayə götürülməsi qissəsini rəvayət edir. Deməli, Həlimə bin Sə'diyyə, Həlimə bin Zəib Əs-Sə'diyyə, Bəni Sə'd qəbiləsindəndir. Ərin adı Əl-Haris ibn Abdül-Üzzə. Əl-Haris ibn Abdül-Üzzədir. İbn Qayyim rahimehullah bunların, yəni süd anası, o da süd atası sayılır, belə deyək də. O süd anasıdır, onu əmizdirir Allah Rəsulunu, körpəlikdən əmizdirir. Çöllükdə onun himayəsində yaşayır, neçə illər, 4 il. O 4 il ərzində Həlimə ona baxır, süd anası sayılır. İbn Qayyim rahimehullah deyir ki, onların İslamında ixtilaf var. Süd anası, süd atası İslamında ixtilaf var. Yəni səhih bir şey yoxdur. Konkret bir şey yoxdur ki, deyəsən ki, müsəlman olub yoxsa müsəlman olmayıblar. Hər bir halda ixtilaf var bu məsələdə. Peyğəmbər sallallahu aleyhi və səlləmin digər süd anası da var idi. Abu Ləhəbin qulluqçusu Suveybə ona süd analıq edib Allah Rəsuluna. Həmisi Həmzəyədir, əmsi Həmzəyə. Deməli, Həmzə həm əmsi sayılır, həm də süd qardaşı. Deməli, danışır Həlimədən. Deməli, Həlimə bint Zəib Əs-Sə'diyyə, yəni Həlimə Əs-Sə'diyyə qısa desək, danışır qissəni. Necə himayə götürüb. Ərəblərdəki bu adəti dedim sənə. Deməli, deyir ki, biz deyir, öz diyarımızı tərk edib gedərdik Məkkədə, Qureyşin uşaqlarını, yəni əmizdirmək üçün. Onun da müqabilini təbii ki, onun da bizim kimi müqabilini isə götürərdilər. Hədiyyələr, pul və s. Və deyir ki, mənimlə deyir o, yəni Muhammed 4 il qaldı. Mən də digər qadınlar kimi, öz qəbiləsinin qadınları kimi, biz də getdik, həmən vaxtda, yəni artıq süd uşağı götürürlər özlərinə, yola çıxdıq, getdik Məkkəyə. Mən, ərim və oğlum, körpə bir uşağı var idi. Və deyir, bizim minik də çox ləng idi. Öz bir dənə uzun qulağı və dəbəsi ilə gedirlər. Deyir, mənim uzun qulağım çox ləng idi. Və həmişə deyir, arxada, geridə qalardı. O insanlarla, öz yaşadığı yerin insanları ilə gedirlər Məkkəyə ki, uşaq götürsünlər öz himayəsinə. Deyir, biz hamısından geri qalırdıq. Bizim uzun qulaq çox ləng gedirdi. Və deyir, uşağım da deyir, çox ağlıydı gecələr. Çünki deyir, quraqlıq vaxtları idi. Mənim də deyir, sinəmdə, döşümdə süd yox idi. Həmçinin heyvanımızın da öz dəvəsinə gedirlər, dişi dəvə olur. Onun da deyir, südü yox idi. Quraqlıq vaxtları idi. Heyvanlarında süd olmurdu. Qoyun quzu gedirdi çöllüyə, gəlirdi süd yox, özü də ac. Yəni çox bir çətin bir vaxtda. Bu vaxtda biz çıxdıq, getdik Məkkəyə, Qureyşə. Çünki gedib uşaq götürsə, nəsə müqabilini götürəcəkdir. Ehtiyacları var da, pullar və s. Deyir, bizim mini həmişə uzun qulaq geri qalırdı. Elə oldu ki, ən axırda biz çatdıq Məkkəyə. Və bizdən qabaq ki, hansı qadına getmişdilərsə, hamısı artıq uşaq götürmüşdülər. Və heç biri deyir, Muhammedi götürmək istəmirdi. Yetim idi. Atası yox idi. Anasının, babasının himayəsində fikirləşdilər ki, bundan biz nə qazanacaq, nə əldə edəcəyik. Yetimin ailəsi nə verə bilər ki sənə? Belə fikirləşdi. Ona görə heç kəs Muhammedi götürmürdü.
Deyir, mən də deyir, axır belə qalır, deyir, gördüm heç kim yoxdur. Artıq bütün uşaqlar, lazım uşaqlar götürülüb, süd əməl uşaqlar götürüblər. Mən də öz-özümə dedim ki, yox, vallahi, yəni mən əli boş qayıtmayacam. İstəmirəm əli boş qayıtım. O boyda yola gəlmişəm, əli boş qayıtım. Muhammədi götürdüm. Dedim, yox, bu uşağı götürürəm. Yoldaşım mən dedi ki, Əl-Haris ibn Abdülüzzə dedik, adını dedik. O mən dedi ki, inşallah ki, Allah Taala deyir, bununla bizə bir bərəkət verər. Götür, bismillah. Ya belə deyək də. Deyir və belə qərara gəldi, uşağı götürdük. Uşağı götürdük, deyir, Muhammədi götürəndə deyir, artıq yola tərpənəndə, deyir, mənim döşlərimə süd gəldi. Övladım da işli doydu. Muhammed də işli doydu və övladım deyir, gecələr yatamağa başladı o yol boyu. Çünki deyir, elə bir gecə yox idi, o uşaq yata bilmirdi, öz doğma oğlu. Aclıqdan. Süd yoxdur özündə. Heyvanda da süd yoxdur, kasabçılıq quraqlıq vaxtıdır. Deyir, hər ikisi içib doydu, yatdılar. Deyir, belə gecə rahat yatmamışdıq. Və deyir, dəvəmizin də döşünə süd gəldi. Mən də içdim, ərim də içdi, hamımız doyduq. Beləcə yol gedirdik, biz hamını ötdük, keçdik. Qadınlar bizə baxıb dedilər ki, ey Həlimə, bir gözlə aman ver, hara geç, sənin bu həmən eşşəyin deyir, uzunqulaqdır. Həmən uzunqulaq deyil, sən geridə qalmışsın. Deyir, hə, vallahi həmən uzunqulaqdır. Dedilər ki, yox, bu uzunqulaqda nəsə var. Muhammədi götürəndən bərəkət gəlib. Dedilər ki, Subhan, əri dedi ki, Subhan, ey Həlimə, vallahi biz mübarək bir pay götürdük, bərəkətli bir pay götürdük. Yəni, bu uşaq gələndə ancaq xeyir bərəkət. Dəvəyə süd gəlir, sənə süd gəldi, hamını ötüb keçmişik. Ən birinci də deyir, biz öz diyarımızda bit satdıq. Bit satandan deyir, qoyun quzumuz gələndə hamısı deyir, südlə gəldi. Hamının deyir, qoyun quzusu gəlir, doymur, yemək yox da, quraqlıqdır, ot yox, bir şey yox. Heç birinin südü yox, qoyunları az deyir, bizim qoyunlar südlə dolu gəlib, hamısı tox gəlir. Bərəkət bir hadisə baş verir. Artıq nədir? Peyğəmbərin bərəkəti bunlara gəlib. Deyir, beləcə başladı o biri adamlar demək ki, insan demək ki, ey insanlar, bəs öz qoyun quzularınızı Həlimənin çobanı ilə göndərin. Bəlkə onlar da südlə gəldilər. Beləcə deyir, bizim yanımızda deyir, 2 il qaldı. 2 ildən sonra mən bunu süddən ayırdım. Süddən ayırandan deyir, bu 2 yaşlı uşaq 4 yaşlı uşağa bənziyirdi. Allah Rəsulü belə tez böyüdü də, belə deyir. 4 yaşlı uşağa bənziyirdi deyir. Və 2 ildən sonra artıq qayıtdıq deyir Məkkəyə. Anası dedim ki, qoy daha artıq qalsın bizim yanımızda. Əminəyə dedi, anası Əminəyə dedi, qoy artıq qalsın. Məkkənin xəstəliklərinə tutulmasın. O vaxt Məkkədə bəzi xəstəliklər var idi və bazı yayılmış. Dedik, qoy Məkkənin ab-havasından, xəstəliyindən uzaq düşmək üçün qaytar, qoy yenə bizdən artıq qalsın. Deyir, beləcə anasını qane elədik Əminəni. Uşağı bizə qaytardı və beləcə yenə öz diyarımıza qayıtdıq. Səhraya, çölgəyə, bədəvlərin yaşadığı yerə. Və deyir, beləcə 4 il yanımızda qaldı və bu 4 il ərzində yəni həyatları çox dəyişdi. Deməli, bu rivayət haqqında bəzi alimlər deyir ki, zəifdir. Çox təsirli olsa da, amma bəzi alimlər deyir ki, bu rivayətdə yəni zəiflik var, zəif rivayətdir. Hər bir halda Allah Rəsulundan həyatına girəndən doğrudan da həyatları çox dəyişdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem doğrudan da Həlimənin süd övladıdır. 4 il onun yanında qaldı. Və 4 ildən sonra artıq Peyğəmbər sallallahu aleyhi ve sellemin yarılması hadisəsi baş verdi. Deməli, indi o qissəni danışacaq. Deməli, bunların da qalandan sonra, 4 ildən sonra bir gün deyir, bu qissəni İmam Müslim öz səhihində müxtəsər olaraq rivayət edir. Artıq 4-cü il keçib, uşaq hələ bunların yanındadır, Muhammed s.ə.v körpəlikdə bunların yanındadır. Deyir, uşaq, Ənəs ibn Məlik rivayət edir hədisi. İmam Müslim gətirir Ənəs ibn Məlikdən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem uşaqlarla oynayanda birdən Cəbrail gəldi, Muhammed götürüb apardı. Yanlarından götürüb aparır, yerə sərir və sinəsini yarır. Uşaq şokdadır. Yəni, körpə uşaqdır, amma başa düşürmədi. Deyir, sinəsini yardı, qəlbini çıxartdı. Qəlbini çıxardanda oradan bir dənə laxta qan da çıxartdı. Dedi ki, bu səndə şeytandan olan bir paydır. Və deyir, o qəlbini çıxartdı, tasdan olan, qızıl tasdan. Tas bilsən nə? Tas var, qab belə, uzun tas var. Tasın içindədir, qızıldan tasın içində olan zəmzəm suyunu onun qəlbini yudu. Yandan sonra təzdən qəlbini yerindən qoydu və o sinəsini tikdi. Uşaqlar da qaçaraq gəldilər anasının yanına, süd anasının yanına ki, ey bəs Həlimədə, bəs Muhammədi öldürdülər, Muhammədi öldürdülər. Və biz də Muhammədin yanına gedəndə onun rəngi ruhu getmişdi, təmiz dəyişmişdi. Uşaq qorxu baxır belə bir mənzərədə. Ənəs ibn Məlik deyir ki, mən deyir, onun sinəsində tikiş yerlərini görürdüm. Allah. Yəni bu hadisə səhih hadisədir
Kimlər tən eləsə də, istər o qəlbşünaslar var, bəzi müstəşriklər deyirlər onlara, bəzi ateistlər və s. Bu nədir və s. deyir, vallahi biz bunu təsdiq edirik. Biz Allah Rəsulü iman gətirmişik, biz bundan artığını təsdiq eləmişik. Nəinki bunu? Kim nə desə də vallahi haqq olan bir şeydir. Biz Allah Rəsulunun başlama gələn bu hadisəni təsdiq edirik. Nəinki bunu, bundan da o tərəfini təsdiq eləmişik. Kim nə deyir, desin. Əl-Qərəz deyir ki, mən hər dəfə baxanda onun sitəsindəki o tikiş yerlərini deyir, görmüşəm. Deməli, bu hadisədən sonra Həlimə qorxuya düşür. Uşaq əmanətdə həmişə bunun yanında qalmayacaq. Veriblər ki, böyüt, bədəni güclənsin, qüvvətlənsin və s. Dediyim kimi, orada müəyyən səbəblər vardır. Uşaqları niyə göndərirlər çöllüyə? Həlimə qorxur. Peyğəmbər sallallahu aleyhi və səlləm üçün. Yəni, gəlib danışır uşaq ki, başım belə bir gəldi. Həlimə qayıdır anasının yanına, uşağı qaytarır. Deməli, 4 yaşından sonra, bu hadisədən sonra, halbuki istəmişdi saxlasın, lakin artıq qorxduğuna görə əmanətdir, anasını Abdülmuttalibin himayəsinə qaytarır. Deməli, dediyim kimi, bu bədiyədə, yəni bu çöllükdə, səhrada yaşamağın öz hikmətləri, ibrətləri var. Bu kitab götürdüyümüz bu kitab, yəni yaxşı kitabıdır. Bu Mehdi Rizqullah, Şeyx Mehdi Rizqullahın kitabıdır. Düz dərsin əvvəlində mən birinci dərsdən qeyd eləmədim, hansı kitabdan faydalanırıq. Yəni, adətən çox məsələni buradan götürəcək. Bu kitab çox faydalı kitabdır. Deməli, əsli məsdərlər işığında Peyğəmbər həyatı adlı kitabdır. Tərcüməsi belədir. Əsli, köklü məsdərlər. Çalışıb bir şey ancaq səhih olan məlumatlar toplasın. Nəyə də qeyd edəndə deyir ki, burada zəif və səhihdir. Qeyd edir onu. Yəni, çox gözəl kitabdır. Yəni, şeyxlərin də məsləhət gördüyü kitabdır. Mənim də müəllimim də bizdə universitetdə bizə siranı keçəndə bu kitabı çox tərəf və bizi, yəni, kitab olaraq da bunu bizdə müqarrar qeyd edir. Kitab olaraq maddə kimi bizə bu kitabı tövsiyə edir. Bundan keçdik, bütün, yəni, 2 il ərzində bundan keçdik, siran keçəndə. Yəni, çox faydalı kitabdır. Və üstünlüklərin biri odur ki, hər hadisələrdən ibrətlər, faydalar çıxardır. Özəlliyi var bu kitabın məsələdə. Deməli, deyir ki, burada nə deməli, hikmətlərdən, faydalardan nədir? Əvvəldə qeyd edədiyim kimidir. Ərəblərdə belə bir adət var idi. Öz uşaqlarını bədəvlərin yanına göndərərdilər, körpəlikdə. Bədənləri güclü, qüvvətli olsun deyə, şəhərdəki xəstəliklərdən uzaq düşsünlər deyə, həmçinin yaşamağı öyrənsin, müstəqillik, sabah müstəqil olanda, həyata qədəm qoyanda, müstəqil həyata qədəm qoyanda, qoy həyatın hər çətinliyinə, məşəqqətini səbr edə bilsin, öyrənə bilsin, bədəni qüvvətli olsun, həmçinin danışıqlarında da çaşqınlıq olmasın, ərəb dilini fasih, yəni doğru düzgün danışa bilsinlər, doğru düzgün ləhcə ilə. Bunun üçün öz uşaqlarını bədəvlərin yanına göndərərdilər. Çöllükdə qoyur yaşasınlar. Həm də oranın ab-hava təmiz olur. Şəhər özümüzdən qatma qarışıqlıqdır, səs-küy çox, fuhuş çox, düzdürmü? Pis şeylər, hərəkətlər. Lakin çöllükdə bu şeylər az olur. O şeydən uzaq olsunlar deyə, həm də ata-ananın himayəsində biraz qırağa qalsınlar, biraz özləri müstəqil yaşama öyrənsinlər. Bu səbəblərə görə öz uşaqlarını körpəlikdən bəzi ərəblər göndərərdilər bədəvlərin yanına ki, çöllükdə yaşayıb həyatı öyrənsinlər. Deməli, dedik ki, hansı məsələni qeyd elədi? Həlimənin yanında qalması, sonra sinəsinin yarılması məsələsi. Sonra gəlir nə? Həmçinin burada bir dənə də bir fayda var, sinəsinin yarılması. Yəni, bu uşağa nə lazım idi ki, bunu belə olunsun? Allah Taala niyə belə istədi? Oradan alimlər gətirirlər ki, Allah Taala bunu körpəlikdən artıq peyğəmbərləri hazırlaşdırırdı. Onu paklandırırdı, onu məsum edirdi. Qəlbindəki o şeytanın payını çıxartdı. Zəmzəm suyuna yuydu Cəbrail əleyhissalam, düzdürmü? Qoy vəhyi daşıya bilsin, o vəhyi təbliğ edə bilsin, körpəlikdən məsum olsun, yəni təmiz, pak olsun. Həmçinin Allah Taala yəni onu vəhyi nazil edəcək deyəni bunu əvvəldən hazırlaşdırırdı. Çünki vəhy hər adama nazil olmur, təmiz, pak insanlara nazil olar. Ona görə Allah Taala əvvəldən öz bu qulunu bu dəvətə, bu risalətə hazırlaşdırdığına görə sinəsinin yarılması hadisəsi baş verdi. Sonra bu sinəsinin yarılması hadisəsi neçə dəfə baş verib? Bu məsələdə alimlər ixtilaf ediblər. 2 deyən var, 3 də var. Biri bu, ikinci peyğəmbərlik veriləndə, üçüncü də Meyraca səfər edəndə. Bəzi dedilər ki, yox, 2 dənədir. Bir bu hadisə, bir də sonuncu hansı? Meyraca səfər edəndə. Hər bir halda məsələdə ixtilaf var. Bəzi 2, bəzi 3 deyib. Biz onu tam tərcih eləmirik, demirik hansıdır. Hər bir halda bu hadisə baş verib. İstər 2 və 3 dəfə olsun. Bu hadisə baş verib. Allah Taala öz rəsulunu bir daha da olsun risalətə hazırlamaq üçün onun qəlbini bax belə təmizləyib, zəmzəm suyu ilə yuyub. Sonra gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki,
qayıdır anasının yanına. Həlimə yəni qorxduğu üçün bu hadisədən uşağı qaytarır öz anasının və əmisinin babasının yanına. Və dediyimiz kimi 8 yaş olanda artıq babası dünyasını dəyişir və kimin himayəsinə keçir? Keçir əmisi Abu Talibin himayəsinə. Abu Talib də bilirsiniz, Məkkə Qureyşdə, yəni Məkkəlilərin arasında ən hörmətli kişilərdən biri olur. Belə deyək, qəbilənin başçısı olur. Özü də tacir o Şama gedib gəlirlər. Ərəblərdə bu şey vardı. Məkkəlilər Şama gedib gələrlər, ticarət yolları idi. Alardılar, satarlar və s. bu işlə məşğul olardılar. Abu Talib də bir gün əmisi Şama gedəndə Peyğəmbər sallallahu aleyhi və səlləm özü ilə götürür. O zaman Allah Rəsulü 10-12 yaşı var idi. Deməli, hadisəni İmam Tirmizi rahiməhullah rəvayət edir. Əbu Musa Əl-Əşərinin hədisidir. Səhih hədis inşallah səhihdir. Hədisi Şeyx Albani, həmçinin İmam Hakim, eləcə də İmam İbn Həcər və İmam Tirmizi özü də hədisi səhih deyib. Zəif deyənlər var ki, inşallah hədis səhihdir. Bu hadisə səhihdir. Deməli, deyir ki, Şama getdilər. Abu Talib bəzi Qureyşin şeyxləri ilə, ağsaqqalları ilə belə deyək, gedirlər Şama və Peyğəmbər sallallahu aleyhi və səlləmi də Abu Talib özü ilə götürür. Şama gedəndə onları bir rahib qarşılayır. Yəni, lazım olan çatanda, o mənzilə çatanda, yəni oturacaqlar, yəni dayanacaqlar yerə çatanda, onları bir rahib qarşılayır. Rahibin adı nə olur? Bəhir adında rahibdir. O rahib heç kəsə qarşılamazdı. Amma bunları qarşılayır. Gəlir bunların arasına girir. Deyir, biz yəni artıq, yəni onlar deyir, öz yüklərini boşaldandan sonra, yəni miniklərini açandan sonra, yəni bir yerləşəndən sonra bu rahib bunları qarşı və bunların ətrafında dolanır, gedir Muhammədi tapır, əlindən tutur. Qayıdıb deyir ki, deyir, bu aləmlərin seyyididir, ağasıdır. Allah bunu deyir, Peyğəmbər olaraq göndərəcək. Oradakı ərəblərdən, Qureyşdən deyirlər ki, hardan bilirsən? Deyir ki, siz deyir, bura gəldiyiniz zaman elə bir ağac, elə bir daş olmasın ki, ona boyun əyməsin, səcdə eləməsin. Əyilməsin, daşmasın, yuvarlanmasın və s. Deyir, bu ancaq Peyğəmbərlər edirlər bu ağac daş, başqasını eləməzlər. Bu Allahın Peyğəmbəridir. Sonra deyir, yerləşdirir onları, gedir yemək hazırlamağa. Yemək hazırlayır bunlar üçün ki, yemək versin. Yeməyi gətirir, bunlara verir, sonra Muhammədə də göndərəndə yeməyi, deyir, baxın, başın üstündən bulud var, onu kölgələndirir. Yəni, adi adama bulud kölgələndirməz. Sonra yemək yiyib içəndən sonra bir ağacın, isti bir havadır, ağacın kölgəsində oturanda, otururlar, dincəlirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib oturanda kölgə buna da meyl edir. Bunlar təkili kölgə buna doğru meyl. Peyğəmbər sallallahu aleyhi və səlləm doğru meyl edir. Deyir, baxın, kölgə yerini dəyişdi, Peyğəmbərə tərəf meyl edir, onu kölgələndirmək üçün. Yəni, bu hər adam üçün olmaz bu hadisə. Deməli, bunda nə var? Adi bir, qeyri-adi bir şey var. Və deyir ki, bunun buradakı himayədarı kimdir? Kimdir bunun böyüyü? Deyirlər ki, Abu Talib. Abu Talibə andaman verir ki, bu uşağı qaytar geri. Rumlular bilsə bunu öldürəcəklər. Rumlular bilsələr, Yahudilər bilsələr bunu öldürəcəklər. Andaman edir ki, bunu qaytar. Və Abu Talib də Peyğəmbər sallallahu aleyhi və səlləmi geri Məkkəyə geri qaytarır. Və orada bir hadisə də baş verir. Deməli, Rumlulardan 7 nəfər gəlir. Gələndə bu rahib onları qarşılayır. Deyir, nəyə gəlmişsiniz? Deyir, biz eşitdik ki, xəbər çatdı ki, artıq Peyğəmbər gəlib, yəni çıxıb. Onun xəbəri bizə çatdı. Bu, onun üçün qorxur, Peyğəmbər üçün qorxur. Bunlara deyir ki, yəni başa salır ki, əgər Allah Teala bir şeyin olmasını istədisə, nəsə ona mane ola bilər, deyirlər, yox. Yəni, o zaman boyun əyində, bu işimiz olmasın bu uşağına. Qorxuram, çünki artıq Rumlar bilsələr öldürəcəklər. Çünki özlərindən çıxmanı istəyib, bax, Yahudilər. Həm də Rumlar da istəmir öz, deyək ki, mülkünə görə, Rumlar istəməz də bir Peyğəmbər çıxsın, bütün dünyanı idarə eləsin. Olub, bax, belə şey deyirsə, Musanı öldürmək istəyiblər və s. Peyğəmbərlər olub ki, belə, kral eşləndə kimisi aslında o münəccimlərin zadını, belə deyək də, öz aləmində. Biləndə ki, hansı Peyğəmbər gələcək, həmişə əmr edərlər ki, bütün olan uşaqlarını öldürün. Öz səltənətinə görə qorxduğuna görə, kürsüsünə görə qorxduğuna görə. Əl-qərəz, deməli, burada rahib, bəhir, andaman edir ki, uşağı göndər və uşağı Peyğəmbər sallallahu aleyhi və səlləmi Abu Talib geri göndərir. Burada bir dənə faydan götür. Və nə fayda götürə bilərsən bu hadisədən? Mühüm bir faydadır. Kitab əhli bilirdi ki, Peyğəmbərin vəsfi nədir, hardan çıxacaq, nə vaxt çıxacaq. Rahib hardan bildi? Qissədə unutdum demədim.
Dedilər bir də hardan bilirsən? Dedi ki, onun belində kürəyində işarə var, əlamət var, peyğəmbərlik əlaməti var. Rahib dedi. Rahib dedi. Onu dedim, unutdum onu deməklə. Deyir ki, onun belində peyğəmbərlik əlaməti var kürəyində. Baxır, gördü, oradan da var. Almaya bənzər bir belə deyək də, alma boyda və s. bir peyğəmbərlik nişanı var idi. Oradan bil, həmçə ağacın, daşların səcdə eləməsi, başın üstü bülbün kölgələndirilməsi və ağacın kölgəsi, ona doğru meyl eləmə, hamısı nə idi? Əlamətlər idi. Həmçə peyğəmbərlik nişanı, rahib bildi ki, bu aləmlərə seyid olaraq gəlib, rəhmət olaraq gəlib. Deməli, buradan da faydanı götürürkən ki, kitab əhli bilirdilər ki, peyğəmbər gələcək. Onun vəsfini bilirdilər. Nə zaman gələcəyini bilirdilər. Və Allah da öz kitabından buna işarə edib. Amma çox təəssüf olsun, bilərəkdən, bilə-bilə yenə küfr elədilər. Allah Teala Bəqərə surəsində buyurur ki: "Və-ləmmə cə'əhum kitabun min indillahi musaddiqun limə ma'hum və kanu min qabl yestəftihun aləllezine kəfəru." Onların əlində olan kitabı təsdiqləyən bir kitab gəldiyi zaman onlar qəbul eləmədilər. Halbuki bundan əvvəl, yəni bu əhli kitab yəhudilər Məkkə müşriklərinə qələbə qazanmaq üçün yalvararlar, Allaha dua edərlər. Alimlər gətirək ki, təfsirində Məkkə müşriklərlə bu yəhudilər mübarizə aparanda, əhli kitab mübarizə aparanda onlara deyirdilər ki, aramızdan bir peyğəmbər gələcək, biz o zaman sizə qalib gələcəyik. Sonra deyir ki, Allah Teala: "Fələmmə cə'əhum mə arafu kəfəru bih, fələnətullahi aləl kafirin." Deyir, onların tanıdıqları gəldikdən sonra tanıyırlar peyğəmbərin vəsfini. Onu inkar etdilər, Allah kafirlər lənət eləsin. Deməli, bilirdilər, vəsfindən tanıyırlar, lakin iman gətirmədilər. Kibirdən, inatkarlıqdan. Niyə görə? Muhammed sallallahu aleyhi ve sellem ərəblərdən çıxdı. İsmailin soyundan çıxdı. Özlərindən çıxmadı. Onlar özlərindən gözləyirdilər. Bəni İsraildən. Lakin İsmailin soyundan çıxdığına görə bunlar kibirlərindən, təkəbbürlüklərindən bunu qəbul etmədilər. İnatkarlıqdan düşmən kəsirdilər. Çox az bir hissəsi Yahudilərdən İslamı qəbul etdi. Və təsəvvürə bax, aralarında misalsa o əvvəlki millətlərdən, digər qövmlərdə Səlman Əl-Fərisi. Onun İslamının səbəbi nədir? Peyğəmbərin bəzi əlamətlərini bilirdi sallallahu aleyhi ve sellemin. Görürsə, özü əvvəl başqa millətdə idi, başqa dində idi. Deyək ki, ateşpərəst və s. Düzdürmü? Haqqı axtarmağa başladı. Gördük ki, yəni bunların ibadəti ibadət deyil. Belə ibadət ola bilməz. Fitrəti qəbul eləmədi. Fitrəti görsən, qəbul eləmədi. Getdi başqa dinlərə, Yahudi oldu, Nəsraniləri qəbul etdi. Sonra sonda onlardan aldığı məlumatlar əsasında Peyğəmbər sallallahu aleyhi ve sellem xəbərini eşidən getdi onun yanına. Deyib, görün, budur yoxsa yox. Əlamətlərdən bildi ki, Allahın rəsuludur. Belində, kürəyindəki nişandan, sonra sədəqə yeməməsindən, deyək, yəni Peyğəmbərlər sədəqə qəbul eləmirlər. Bu əlamətləri bilib, hardan götürüb bu əlamətləri? Hardan örgənib? Kitab əhlindən, Yahudi və Nəsranilərdən. Demək, onlarda Peyğəmbər sallallahu aleyhi ve sellem əlamətləri var idi. Hətta öz kitablarında belə var idi. İstər Tövratda olsun, istər İncildə olsun, bəli. Bilirdilər ki, bununla aşı görsən, inatkarlıq edib qəbul eləmədilər. Belə də kafir oldular. Lakin Səlman Əl-Farisi radiyallahu anhu gördüyün haqqı bildi, əlamətlərini bildi və həmən boyun əydi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrindən oldu. Deməli, bu qissədən də götürdüyümüz faydalardan odur ki, əziz qardaşlarım, Yahudilər, Nəsranilər, onlar haqqı bilə-bilə boyun əydi. Və Peyğəmbər sallallahu aleyhi ve selləmi vəsfləri ilə tanıyırdılar və ha vaxt gələcəyini bilirdilər. Görsən, özləri hamısı gəlmir. Rumlular hamısı səfələnib ki, eşitdi ki, xəbər çatdı ki, Peyğəmbər gəlib. Hamısı axtarırdı. Bu 7 nəfər də axtarırdı. Sonra onlar orada artıq boyun əydilər və çıxıb getdilər, işləri olmadı Peyğəmbər sallallahu aleyhi ve sellem. Sonra və Peyğəmbər sallallahu aleyhi ve sellemin kiçik başlarında da, o da digər, yəni Məkkə uşaqları kimi o da qoyun otarardı, yəni onun həyatından deyək. Və gəlir ki, hədisdə Əbu Hüreyrə hədisinə gəlir ki, hədisi İmam Buxari və Müslim rəvayət ediblər. Hədisdə gəlir ki, Əbu Hüreyrə deyir ki, Allah Rəsulü belə buyurdu, dedi ki, elə bir Peyğəmbər olmasın ki, qoyun otarmasın. Dedilər ki, ey Allah Rəsulü, sən də mi? Deyir, bəli, mən də. Mən də deyir, Məkkəlilərin qoyunlarını bir neçə dinar, dirham müqabilində otarardım. O da onu göstərir ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem öz əlinin zəhməti ilə çalışıb, pul qazanıb. Amma bir işləməyə, çalışmaq hər kəsə lazımdır. Bəzi sufilər kimi otururlar, işləmir. Deyir ki, yox, elə ruzi gələcək. Belə güya təvəkkül Allaha, deyir ki, yox, sən səhv edirsən. Peyğəmbərlər belə işləyirlər. Peyğəmbərlər belə işləyir. Biri nəccar olub, digəsi başqa bir işlə məşğul olub. Elə Peyğəmbər olub ki, çinində odun daşıyırdı, satırdı. Yəni, hər biri Allah Rəsulü deyirsən, deyir ki, mən də deyir, elə bir Peyğəmbər olmasın ki, qoyun otarmasın, mən də qoyun otarmışam. Bir neçə dinar, dirhəmin müqabilində biz qoyun otarardıq. Həmçinin, qardaşlarım, Allah subhanahu wa ta'ala öz Peyğəmbərini cahiliyyət adətlərindən də himayə edib. Körpəliyindən.
İslam gəlməmişdən, ta peyğəmbərlik və peyğəmbərlikdən sonra da cahiliyyət dönəminin pis adətlərindən Allah Taala öz peyğəmbərini qoruyub. O haqda deməli İmam Buxari gətirir. Hədisdə gəlir ki, hədisi deməli səhv etmirəmsə İmam Cəbir radiyallahu anh rivayet edir. Kəbənin təmirində hələ peyğəmbərdən qabaqdır. Bunu niyə misallar gətirəm, bu misallar gətirəcəm bəzi. Bu Allah Taala qoruyub Allah Rəsulunun cahilliyin bəzi pis əməllərindən. Onlardan biri Peyğəmbər sallallahu əleyhi və səlləm digər Məkkəlilər kimi, Qureyş kimi Kəbənin təmirində iştirak edib. Və bir gün daş daşıyanda, yəni Kəbə üçün daş daşıyanda Əmisi Abbas deyir ki, qardaş oğlu, bəlkə izarını qaldırasan, yəni daşı daşımaq. İzar nədir? Yəni ümumiyyətlə olanlar bilir. Örtü ifadə örtür göbəkdən aşağını. Ona izar deyilir. Göbəkdən aşağını örtən şey nə deyirlər? İzar deyilir. Yəni ərəblərdə belə şey var. Onlar belə bir formada paltar geyinərdilər. Göbəkdən aşağı. Ona izar deyilir. Bu indi də var. Bəzi ərəb ölkələrində, bəzi Afrika ölkələrində bu indi də var. Və ya Asiya ölkələrində. Bilən fikir versə, Hindistandan geyindiyi örtüyü görmüsünüz qarından aşağıya. Bax, o izar sayılır. Və ya Pakistanlıların, sonra Bangladeşlərin və ya deyək ki, Burmalıların, həmçinin ərəblərin özündə də. Ərəblərin geyindiyi cələbiyyən görmüş ağ paltar var, uzun, başdan aşağı. Onun altından bax, elə izar da geyinirlər. Bəzi ərəblər geyinirlər, istər Küveytdə olsun və ya da ki, Birləşmiş Ərəb Əmirliklərində və sair yerlərdə bu paltardan istifadə edilir. İzar deyilir ona. Bir örtükdür, elə bir ki, qarından aşağını örtür. O da daş daşıyanda maniçi törədir, yəni hərəkət edə bilmirsən yaxşı. Əmisi Abbas deyir ki, bəlkə onu qaldır, büküb qaldırasın, sinivə qoyasan daşın altına, rahat daşıya biləsən. Deyir, bunu etmək istəyəndə özündən gedir Allah Rəsulü sallallahu aleyhi ve sellem. Deyir, ondan sonra heç kəs bir daha onun ayıb yerlərini görmədi. Yəni qaldırsaydı artıq təmiz hər yeri görsənəcəkdir. Biz də bilirik ki, şəriətdə yəni bir kişi digər kişinin yanında ayıb yerlərini göstərə bilməz. Həmçinin qadınlar da onun kimi. Nə olsun qadındır? Qadınlar da digər qadınların yanında öz məhrəm olan yerlərini göstərə bilməzlər. Yəni ərlərinin yanında olduğu kimi o cür başqalarının qabağına çıxa bilməzlər. Bugün çox təəssüf olsun ki, görsən bəzi qadınlar necə gəldi geyinirlər. Dizdən yuxarı və ya qollar təmiz açıq, sinə bilinir, əzalar bilinir. Belə olmaz, haramdır. Elə geyinməlisən ki, bunlar örtülü olmalıdır. Çox bilinməməlidir. Qol uzun geyinmək daha yaxşıdır. Ən azı heç dirsəyə kimi. Həmçinin qadınlar da digər qadınların yanında çalışsın, dizdən aşağı olsun. Dizdən yuxarı olmasın. Həmçinin sinə açıq olmasın. Lapslar bacıların yanında olsun. Həmçinin müsəlman qardaşlar da, müsəlmanlar ümumiyyətlə görürsən, bəzi qardaşlar var. Futbola gedəndə hamısı şort geyinir, dizdən yuxarıdır. Hamamda gedib çimir, alt paltarını çimirin təbii ki. Çıxır cəmaatın qabağına, yəni alt paltarı dizdən yuxarıdır. Olmaz belə. Övrət hissəsi örtülməlidir. Allah da öz peyğəmbəri bax belə qorurdu. O gündən sonra bir daha Allah Rəsulü aybərini heç kəsir görmədi. Allah qorurdu ki, heç insandan çoxsu görməz. Özündən getdi, yıxıldı. Həmçinin Allah Subhanahu taala öz peyğəmbərini cahil müşriklərin, cahiliyyət dövründə olan müşriklərin, Məkkəlilərin digər əməllərindən qoruyub. Misal üçün, həcc vaxtı. Ərəblərdə elə, yəni Məkkəlilərdə, o haramda yaşayan elə bir ərəblər var idi ki, onlara hums deyilirdi. Onlar özlərini ərəblər səsi ən hörmətli sayardılar. Bizdən deyir, hörmətləri yoxdur ərəblər səsi. Onlar həcc eləyəndə Ərafada dayanmazdılar. Birbaşa Müzdəlifədə Minaya gedərdilər. Digər ayinləri yerinə yetirmək üçün. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem onlara müxalif olur. Ərafada dayanır, Ərafadan gedir. Orada olan Cübeyr ibn Mut'im İslamdan qabaq kafir idi. Bu hala təəccüblənir. Sonra İslamdan sonra deyir ki, Allah təala onu müvəffəq elədi. Həccin əhkamı bilsən də birinci Ərafada dayanmasan, yəni orada tərtibat var axı. Sonra Müzdəlifə gəlir. Ərafada dayanmıyor, Müzdəlifəyə getir, həcc yoxdur. Əl-həcc Ərafa. Həcc Ərafada. Ərafada dayanmadınsa, sənin həccin getdi, yoxdur həcc. Allah deyir, onu əvvəldən artıq müvəffəq eləmişdi. Ərafada deyir, onlara müxalif oldu cahiliyyət dönəminin ərəblərinə, o Məkkə müşriklərinə. Müxalif olub Ərafadan birbaşa Müzdəlifəyə gedib. Allah əvvəldən onu qoruyurdu, onların pis adətlərindən. Həmçinin onların adətlərindən, onlar tavaf eləyəndə, orada olan 2 dənə bütə əl sürtərdilər. Biz misal üçün Kəbəni tavaf eləyəndə, qaradaşa əl sürtürsən, sünnə, düzdürmü? Əl sürtsən, əlini çatmazsa işte, bismillah deyib belə keçirsən, düzdür, işarə edirsən də. Amma imkan varsa, əl sürtə bilərsən, öpə bilərsən və s. Deyir, ərəblərdə belə adət vardır. Tavaf eləyəndə, Kəbəni tavaf eləyəndə, İsəf və Nailə, bizim də Nailə deyək də, Nailə adı bizdə də var axı. İsəflə Nailə adında bütü, Naillər bizdə incəyəcək kimin adı var. İsəflə Nailə adında bütü əl sürtərdilər. Allah Rəsulü bir dəfə də olsun onlara əl sürtməyib.
Həmçinin onlarda adət var idi. Növbəti adətlərindən, pis adətlərindən. Onların bayramı olanda Bəvan adında olan bir yerdir. Orada bayramlarını qeyd edərlər. Oradakı bütləri tavaf edərdilər. Ətrafını ibadət edərdilər. Hər təkrarlanan ibadət idi. Allah Rəsulu xoşu gəlmirdi o ibadətdən. Ora getmək istəmirdi. Fitrət sağlam idi. Allah Teala əvvəldən onu hazırlamışdı axı risalətə. Sinəsinin yarılması və s. xatirə görürsən. Qəbul eləmirdi. Hər dəfə əmisi Əbu Talib digər əmləri qınayırdı, azarlayırdı ki, gəl bayramda iştirak elə. Gəl bayramda iştirak elə. Bir gün istədim gedim. Artıq o qədər dedilər ki, bir gün istədi geçsin deyə qarşısında bir ağ paltarlı bir insan çıxır. Bəlkə də mələk ilə insan cildində. Ona mane olur getməyə. Və getmir. Gedib o bütün ətrafdan fırlamır, ona əl sürtmür. Həmçinin İmam Beyhəqi deyir ki, 2 dənə mələk gəlir deyir. Onu bu yerdə ibadət etməkdən çəkindirirlər. Qoymurlar getməyə. 2 dənə mələk gəlir. Və beləcə Allah Teala görsə öz peyğəmbərini həm cahiliyyətdən qabaq, həm də risalətdən sonra da yəni pis adətlərdən, xoş işlərdən qoruyub. Allah Rəsulü sevimli qulunu sallallahu aleyhi və səlləm. Bu qısaca bugünkü dərsimiz bundan ibarət idi. Allahdan istəyirəm ki, Allah Teala bizi peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olan qullardan etsin. Onun sünnəsini yaşayan qullardan etsin. Onu sevən qullardan etsin. Həqiqətən Allah Rəsulunu sevmək, onu tanımaqla olar. Vallahi dərs əvvəlində dediyim kimi. Bir insanı sevirsənsə, ona bənzəmək istəyirsən, onu necə sevgini arta bilər? Necə onu yonutub gedə bilərsən, onu tanımaqla. Tanımayan insanı sən necə sevə bilərsən? Düzdürmü qardaşım? İnsan Rəbbinin nə vaxt çox sevir? Daha çox tanıyanda. Nə vaxt Rəbbindən qorxur? Onu daha çox tanıyanda. Onun ad və sifətlərini biləndə. Həmçinin Peyğəmbəri də elə. Sən əgər Peyğəmbər sallallahu əleyhi və səlləm sevmək istəyirsənsə, ona olan məhəbbət və artırmaq istəyirsən, mən qarşı və sən hamımız biz onu tanımalıyıq. Həyatından xəbərimiz olmalıdır. Bugün nə qədər müsəlmanlar var ki, yəni Allah hamımızı bağışlasın. Peyğəmbər sallallahu əleyhi və səlləm həyatından nəsə sən danır, xəbəri yoxdur. Deyirsən, yaş qardaşlar, bəs bu qədər dəstək keçir, məndən qabaq da keçiblər. Hüseyd qardaş keçib, sonra Fərhad qardaş keçib. Qardaşım, həyatından 30 dəqiqəni ayır, Allah Rəsulü həyatını öyrəndə. 30 dəqiqə nədir ki, onu ayıra bilmirsən? Yəni, sadəcə dərslərimiz çox çəkməsin. 30-40 dəqiqə. Mənim olmasın, başqası Hüseyd də keçib, Turabov qardaş. Fərhad Adayev də keçib. Qardaş, həyatından yarım saat ayır, Peyğəmbərin həyatını öyrəndə. Sallallahu aleyhi və səlləm. Başqa vaxt deyirik ki, biz əhl-i sünnəyik, düzdürmü? Onun həyatını yaşamaq istəyir, onun yontuq edilmək istəyir. Yoxsa Peyğəmbərin həyatından xəbərin yoxdur. Döyüşlərindən, qazavatlarından xəbərin yoxdur. Adını sorursam düzəməlli bilmir. Necə insan iddia edə bilər ki, mən Allah Rəsulunu sevirəm. Demirik sevmir. Sevir. Lakin deyirik ki, qardaşım, bu cür sevgi, yəni həqiqi sevgi deyil. Sən əgər sevirsənsə tanımalısan. Sevdiyini tanımalısan. Ailəvi tanıyırsan, tanıyırsan. Kimdir, nəçidir, nəslini, zabətini, kimlərdəndir və s. Övladını tanıyırsan, bəli, sevirsən, tanıyırsan. Allah Rəsulü bizə onlardan sevimli deyilmi, qardaşım? Bizə onlardan əziz deyilmi? Tanımalısan da Peyğəmbəri. Həyatından xəbərin olmalıdır. Sabah kiməsə danışanda, deyəcək, qardaş, bir Məhəmməd Peyğəmbərdən danışa bilərsən. Dindar adamsan. Nə deyəcəksən? Nə danışacaqsan? Hə, Məkkədə böyüyüb, kafirlərin zamanında yaşayıb, Qureyşin. Uzaq başı 2 dənə 3 dənə kəlmə, hə. 63 yaşında dünyasını dəyişib, adı Muhammed ibn Abdullah idi. Tardı getdi. Deyir, qardaş, mən səndən daha çoxunu gözləyirdim. Biraz danış da, bir həyatından danış, uşaqlığı necə keçib, cavanlığı necə keçib. Peyğəmbərlik veriləndən sonra nə olub, hansı hadisələr, hansı döyüşlərdə iştirak edib, bir övladlarından, xanımlarından danışır. Bunu bilməyəndən sonra qardaş, o səndən nə ibrət alsın? Ona görə gözəl qardaşlarım, Allah məni də sizə müvəffəq eləsin. Allah Rəsulunun həyatını öyrənək. Səhabələr, sələflər Allah Rəsulunun həyatını Quranı öyrətdikləri kimi öz övladlarını öyrədərdilər. Mühümdür. Yəni bizim məsələlərimiz nədir şəriət dilimizdə? Quran və sünnə. Allahın kitabı və Peyğəmbərin sünnəsi həyatı. Bunu bilməyəndən sonra qardaş, insan necə tapa bilər? Bu dünyada və axirətdə. Allah'tan sevk Allah bizi xeyirlə müvəffəq eləsin. Allah subhanahu wa ta'ala dəstəyimizi davam etdiləsin. Subhanakallahumma bihamdik əşhədu an la ilahe illa ent əstəğfiruka və atubu ilayk.